Övladınızda yuxu problemi var və siz hansı hallarda narahat olmalısınız? Belə ki, körpələrin oyana yatması, gecə saatlarında oyanıb yemək istəməsi, ağlaması kimi hallar bəzən normal qəbul olunsa da, bəzən bu hallar bir problem göstəricisi ola bilər. Hansı halda narahat olmalıyıq? Əgər evladınız gecə yuxudan vahiməli, qorxaraq oyanırsa, gözü yumulu saatlarla ağlayır və siz onu sakitləşdirməkdə çətinlik çəkirsinizsə və bu hal hər gecə təkrarlanırsa, bu vəziyyət gecə terroru dediyimiz bir durum ola bilər ki, bu halda nevroloji problemlər inkar olunmalıdır. Bundan başqa, əgər evladınız gecə saatlarında yuxudan oyanır, amma geri bir də yuxuya getmirsə, yuxuya getməkdə çətinlik çəkirsə, yenə də ağlayır və narahatdırsa, bu yuxu pozğunluğu ola bilər və altında yatan səbəblər mütləq araşdırılmalıdır. Bundan başqa, evladınız yuxuya rahat gedir, amma yuxu çox keyfiyyətsiz yatır, ayla yatır, yerində fırlanır, dönür, tez-tez oyanır. Oyansa da özü geri yuxuya düşsə də bu hal bir gecə boyunca çox tez-tez təkrarlanırsa, bu da yuxunun keyfiyyətinin problemli olduğundan xəbər verir və yuxu pozğunluğuna işarət edə bilər. Belə hallarda mütləq uşağın ətraflı müayinə olunması, qan azlığı, dəmir azlığı, vitamin azlığı, hər hansı bir mədə-bağırsaq problemi, gecə qarın sancılanma problemi, gecə saatlarında oyandıran qurd xəstəliyi kimi problemlərin olub-olmadığı aydınlaşdırmalı və şübhə varsa nevroloji müayinə mütləq istənməlidir.